Kişi və qadın namaz qılarkən necə durmalıdır? İmamın arxasında. Bəli. Kişilər imamın arxasında durarkən, deyək ki, kişi imamdır və arxasında da kişilər durub. Onda tam arxasında dururlar. İmamın arxasından səhv başlayır. Bəzən görürsən ki, məscidlərdə rast gəlirik. İnsanlar gəlir sağdan başlayır. Bəzən gəlir soldan başlayırlar. Yox. Əgər sən cəmaat namazı qılınırsa, əgər 3 kişi gəlibsə, üçü də gəlib namazı imamın ta arxasından başlamalıdırlar. Sağdan və soldan yox. Nə zaman sağdan başlayırıq? Deyək ki, imam təkdir, imamın arxasında duran insan təkdir. Gəlir onda imamın sağında durmalıdır. Sünnət budur. Əgər ikinci adam gələrsə, artıq o 2 nəfər imamın arxasına keçir və beləliklə səhv yaranır. Və onlara gələn insanlar artıq sağdan, soldan, birinci sağdan, sonra soldan beləliklə safı tamamlayırlar. Bu birinci məsələ kişilərin namazında. Qadınlarda isə deyək ki, evdə namaz qılırsınız, həyat yoldaşınız isə arxanızda durur, namazı qılır. Və eyni zamanda da qadınlar birləşərsə, kişinin arxasından namaza qoşulur. Deyək ki, qadın imamdır və qadınlara imam durur. O zaman kişilərdən fərqli olaraq qadınların qabağında yox, sadəcə qadınların ortasında durur. Bir səhv düzülür və imam duran qadın isə onların ta ortasında durur. Yəni qadınlarda buyurulan sünnə budur. Kişilərdən fərqli olaraq.